Mətnə əsasən belə hökm vermək olmaz. 20-ci əsrdə qadınların yazıçılıqla məşğul olmasına əngəllər yaradılıb, yəni maneələr. Mətndə bununla bağlı heç bir fakt yoxdur. Cavabımız elə bu variant olacaq. Agata 86 il yaşamışdır. Mətndə həm onun doğulduğu tarix 1890-cı il, həmçinin dünyasını dəyişdiyi tarix verilib və çıxanda biz görürük ki, həqiqətən də 86 il yaşamışdı. Dünyada detektiv janrına böyük maraq göstərilir. Biz bunu mətnin sonuncu abzaslarından görə bilərik ki, onun əsərləri bəşər tarixində Bibliya və Şekspirin əsərindən sonra ən çox nəşr olunan, eyni zamanda tərcümə olunan əsərlər kimi tanınır. Deməli, dünyanın bir neçə hissəsində, bir neçə ölkəsində detektiv janrına maraq göstərilir ki, tələbat var ki, həmin əsərlər tərcümə olunur və satılır. Məktəbə getməmişdən də yazıb oxuma vərdişi formalaşa bilər. Bəli, mətndə qeyd olunur ki, o heç bir məktəbə getmədən 5 yaşına çatanda artıq yazmağı, oxumağı öyrənmişdi. Çünki anası erkən təhsilin əleyhinə idi və məktəbə getməsinə icazə vermirdi. Agatha Christie detektiv janrında romanlar yazan ilk yazıcı olmayıb. Bəli, çünki o öncədən Arthur Conan Doyle'un detektiv romanı ilə tanış olur. Deməli, ondan öncə də bu tipdə əsərlər yazan yazıçılar var imiş.